Salam əziz və dəyərli izləyicilərim. Bugünkü videomda sizin sağlığınız üçün çox gözəl, çox faydalı bir videodur. İzləsəniz çox yaxşı olacaq. Axıra kimi səbirlə. Bilirəm ki, gözləyirsiniz həsrətlə mənim videolarımı. Amma videoya başlamazdan əvvəl çox xahiş edirəm. Səhifəmdə yenisinizsə burada üstə gələ işarəsini basmağı unutmayın ki, takib edəsiniz. Yəni mənim nə qədər faydalı videolarım olsa gərək sizin qabağınıza çıxsın. Onun üçün takib atmalısınız. Bax burada yumruğunu basıb gözəl ürək sözlərinizi yaza bilərsiniz. Bax bu insanlar kimi bilirəm. Çox həsrətlə mənim videolarımı gözləyirsiniz. Bax buradakı dördkünc işarəni basırsınız, sarı olur. Yəni yaddaşa salırsınız. Bu da mənim səhifəm üçün yaxşıdır. Bax ən axırdakı ox işarəsini isə basıb videoları paylaşmağı unutmayın ki, dediyim kimi doğmalarınız da bu videolardan yararlansın. Artıq bilirəm ki, məni o dərəcədə sevirsiniz ki, hamıya səs yayılıb ki, Məryəm xanım cəmaatın canını, xalqının canını dərmanlardan qurtarıb. Çünki Allah göndərdiyi heç bir şeyi səbəbsiz göndərməyib. Əvvəllər, əsrlər əvvəl yox idi ki, apteklər, dərmanlar, sembol yenə də lap əvvəllər olan dərmanlar bir dərmana oxşuyurdu. İndiki dərmanların isə şəxsən mən Azərbaycanda yazılan bir çox dərmanların internetə vururam, baxıram, bəzən tanışlardan göndərirlər ki, Məryəm xanım, bu dərman sizcə necə dərmandır? Vururam internetə ki, baxım, görürəm heç bir məlumat yoxdur dərman haqda. Yəni bilinmir harda istehsal olunur, nə üçündür, belə bir şey ola bilərmi yəni? Amma təbii vasitələr var ki, Allah elə yaradıb ki, onlar çox gözəl xeyir eləyir. Bugün sizə detoks sirkə haqqında danışacağım. Ümumiyyətcə bildiyim qədərilə dindən başa çıxan insanların danışdığına görə Peyğəmbərimiz sirkə ilə yeməyə başlayıb, sirkə ilə yeməyini bitirib. Uzun illərdir ki, mən özüm sirkədən istifadə edirəm. Tək özüm yox, evdə hamı istifadə edir. Siz təsəvvür eləyin ki, bir var, tək alma sirkəsi. Bu özü də çox xeyirlidir. Yəqin ki, özünüz də bir çox həkimlər danışanda sirkə haqqında eşitmiş olarsınız. Eşitməmisinizsə, girin YouTube'da baxa bilərsiniz. İndi internet zamanəsidir. Bir də var ki, üçü birində detoks sirkə. Siz təsəvvür eləyin, nədir bunlar? Ananas, kivi və göy almanın üçü birində sirkəsi. Ay Allah, indi siz təsəvvür eləyin də buna nəyə görə detoks sirkə deyilir? Vitamin, minerallarla zəngindir. Vitamin C ilə zəngindir. İmmuniteti qaldırır. Təbii probiotikdir, prebiotikdir mədə bağırsağımız üçün. Deməli, bildiyimiz, bilmədiyimiz yağları yandırır, xəstəliklərlə mübarizə aparır, xərçəngin qarşısını alır. Valla mən onu sayası olsam onda gərək video daha da uzun video olsun. Amma ona vaxt çatmayacaq çünki qısa videolar qoymaq məcburiyyətindəyəm. Yəni ki, mən bilmirəm ki, hansıları sayım ki, siz biləsiniz ki, bu detoks sirkəsinin nələrə xeyri var əziz izləyicilərim. Təsəvvür edirsinizmi? Xoşbəxtlik hormonu olan serotonini artırır. Dediyim kimi artıq yağları yandırır. Demək, iştahınızı azaldır. Sonra selülitlər var. O selülitlərin kökünü kəsir, təsəvvür eləyin. Yenə də deyirəm, o qədər də onu saymaqla bitmir. Çox insanlar deyir ki, Məryəm xanım, məndə ödəm olur. Baxın, ödəm atır. Baxın, çəkinizi gözlə görüləcək dərəcədə azaldır. Vitaminlərlə zəngindir. Maqni hər bir orqanizmə lazımdır. Maqni ilə zəngindir. Da indi dediyim kimi də təsəvvür eləyin ki, bir alma sirkəsi bu qədər xeyir eləyəndə bunlar üçü birindədir. Görün nələr eləyir. O qədər vitaminlər var ki, tərkibində. Saymaqla bitmir. Bir özünüz də araşdırsanız deyəcəksiniz ki, Məryəm xanım, halal olsun sizə. Doğrudan da nə gözəl imiş bu detoks sirkə. Və bu sirkə təbii halda hazırlanır, əziz izləyicilərim. Sirkə anası ilə və bal ilə mayalanır. Görürsünüzmü? Ona görə. Amma mağazada olan sirkələri mən heç məsləhət bilməzdim. Özünüz də araşdırın, görəcəksiniz ki, onların tərkibində uksuslar var, zərərli kimyəvi uksuslar var. Və onun tərkibində elə şeylər var ki, spirt belə, mən araşdırmışam, spirt belə var. O da insan orqanizminə görün nə qədər ziyandır. Amma bu üçü birində olan detoks sirkəni soslarda istifadə edə bilərsiniz. Yeməyinizin üstünə əlavə edə bilərsiniz. Düzdür, mən ac qarnına da içirəm. Detoks sirkəsi olsun, alma sirkəsi olsun, yeməyimdən 15 dəqiqə sonra da içirəm. Amma hər insanın orqanizmi müxtəlif olduğu üçün siz yeməyinizdən 15 dəqiqə sonra içə bilərsiniz. Onsuz da bütün bu dediyim vitaminləri, mineralları əldə edəcək orqanizm. Magnezium olsun, vitamin C olsun, dediyim kimi görün nə qədər özünüz də araşdırın. Ay, onları saymaqla bitmir bu gözəllikləri. Bilirəm ki, çoxunuz bilirsiniz, deyəcəksiniz indi videoya baxanda ki, Məryəm xanım düz deyirsiniz, onu saymaqla bitmir özəllikləri.
Hə, amma indi bir məsələ var, mənim əziz izləyicilərim. Dedim axı ki, sirkə, mağazadan aldığınız sirkə olsa, onun tərkibində spirt, onun tərkibində kimyəvi qatqılı olan uksuz, nələr var, özünüz də bilirsiniz məndən yaxşı. Bunu da siz alanda bilməlisiniz ki, elə bir yerdən alırsınız ki, həqiqətən təbiidir. Və Məryəm xanım bu yerdə yenə də Məryəm xanımın köməyinə və sizlərin əziz izləyicilərim köməyinizə, dadınıza nə çatacaq? Demək, əl dəva, hər dərdə bir dəva. Dini insanların mağazasıdır. Ora kimlər gedirsə, deyir Məryəm xanım, doğrudan da gözümüzün qabağında hər şeyi hazırlayıb verirlər. Nə qədər təbiidir, nə qədər xeyrini tapırsınız. Yəni, mən ürək açıqlığı ilə oranın ünvanını deyirəm. Çünki bilirəm ki, hamınız razı qalırsınız. Çünki mənə də dualar eləyirsiniz, Rəna xanımgilə də dualar eləyirsiniz. Çünki özüm də oradan əldə etdiyim şeylərdən xeyir tapdığım üçün sizlərə deyirəm. Özünüz də gedib gözünüzlə görüb oradan əldə edə bilərsiniz və özünüz də təsirini görüb bilirəm ki, yenə gəlib yazacaqsınız ki, Məryəm xanım da oradan da halal olsun. Ay Allah, necə gözəl nəticələr əldə etdik. Ünvanı indi deyəcəm səsli şəkildə, linki düzdür, paylaşacağım videonun aşağısında. Amma ünvanı yaza bilməmək üçün səsli şəkildə deyirəm ki, balaca uşaq belə gedib tapa bilər. Demək, 8-ci kilometr bazarına yaxın Lotus Ticarət Mərkəzi var. Lotus Ticarət Mərkəzi ilə üz-üzə İrşad mağazası var. İrşadın arxasında 9 mərtəbəli bina var. Həmən bu 9 mərtəbəli binanın aşağısında 1-ci mərtəbəsində əl dəva, hər dərdə bir dəva. Doğrudan da əl dəva, hər dərdə bir dəva var mağazada. Çünki mən bunu artıq tam rahatlıqla deyirəm. Çünki bilirəm ki, hamınız razısınız o mağazadan. Tək-tük getməyən varsa, onlar da gedib oradan həmən bu sirkədən də əldə edəcəklər. Ədəvalar olsun, soyuq sıxım çəkilmiş yağlar olsun. Ay, daha nələr. O mağazanın aurasından özünüz də razı qalacaqsınız, xeyir tapacaqsınız. Və bir də sonda deyim ki, bilməyənlər üçün, əziz izləyicilərim, artıq bütün Azərbaycandan kənarda yaşayan, özünə dəyər verən xanımlara səs salmışam. Çünki mənim ödənişli qrupum var. Mən bir çox, hətta deyərdim ki, çox diyetologlardan fərqli olaraq bir dəfə 20 manat ödənilir mənim qrupuma girəndə. Bu 20 manatın içində nələr var? Qazdan, köpdən, xroniki qəbizlikdən azad olursunuz. Qarın gürültüsündən ki, Məryəm xanım utanıram qonaq getməyə, ondan azad olursunuz. 3 dəfə sağlam yeyərək aclıq olmaz mənim qrupumda. Əl çatan menyularla arıqlayırsınız. Arıqlama kofesiz, arıqlama çaysız, qəbizlikdən sinadesiz, bisakadilsiz, aclıq otusuz, maqni sulfatsız, qara kömürsüz qəbizlikdən azad olursunuz ki, artıq o cəhətdən də artıq o qədər arxayınam ki, artıq hamınıza səs salınıb. Çünki gözlə görüləcək dərəcədə xanımları görürsünüz. Yeganə, yenə də deyirəm, diyetolog, nutrisologam ki, qrup əlavə edən kimi sizə peelinglər atıram. Üzünüz gül kimi olur, uşaq dərsi kimi. Bütün qadına aid xoşbəxtlikləri sizlərə örgədirəm. Artıq xanımlar özlərinə ad qoyublar ki, Məryəm xanımın xoşbəxtlik qrupu. Siz də istəyirsinizsə, nömrəmi səsli şəkildə deyəcəm, çünki videonun üstünə qoymaq olmur. Üstə gələk, bir də onu deyim ki, nömrənin əvvəlinə əlavələr eləməyin. 012-dir, 55-dir, 70-dir. Təbii ki, istəyirsinizsə xoşbəxt olmaq, bağırsaqlarınızın təmiz olmasını, toksinlərdən azad olmasını bircə dəfə 20 manat ödəməklə istəyirsinizsə, özünüzdən əlavələr eləməyin. Beləcə də yaddaşa salın. Üstə gələk yazırsınız, çünki üstə gələk yazmağınız vacibdir. Üstə gələk 7 901 288 26 94. Bütün videolarımda dediyim kimi şükürlərinizi bol edin. Bax, qrupda da hamıya örgətmişəm. Səhər yerlərindən şükür eləməmiş durmurlar. Şükür ki, şükürlərinizi bol etdikcə, nə qədər bol etsəniz, Allah şükürlərinizi daha da artıracaq. Şikayətlər etdikcə Allah şikayətlərinizi artıracaq. Sağ olun.